Salam yoldaşlar. Bugün çevrə və dairə mövzusunun dərs izahına baxacağıq. Keçək mövzumuzun izahına. Nədir çevrə? Müstəvi üzərində hər hansı bir nöqtə götürürük. Bu nöqtədən bərabər məsafədə yerləşən nöqtələri, baxın, bərabər məsafədə yerləşən bütün nöqtələri birləşdirsək, bu nöqtələri birləşdirək, bərabər məsafədə yerləşən bütün nöqtələrin birləşməsindən əmələ gələn fiqura deyilir çevrə. Baxın, bu götürdüyümüz nöqtə adlanır çevrənin mərkəzi. Məsələn, qeyd eləyək mərkəzini bir O hərfi ilə. Çevrənin mərkəzini onun üzərində yerləşən bütün nöqtələrdən hər hansı biri ilə birləşdirən xətt, parça, baxın fikir verin, bu parça adlanır çevrənin radiusu və R hərfi ilə işarə olunur. Çevrənin radiusu sonsuz saydadır. Mən buranı da eyni şəkildə birləşdirə bilərəm. Bu da olacaq radius. Buranı da eyni şəkildə birləşdirə bilərəm. Bu da radius, bu da radius. Yəni fərqi yoxdur bura qədər. Bunlar hamısı olacaq çevrənin radiusları. Və çevrənin radiusu sonsuz saydadır. Bütün radiusların uzunluqları eynidir. Çevrənin hər hansı iki nöqtəsini, baxın, çevrənin hər hansı iki nöqtəsini, bir nöqtə götürürəm burada, bir nöqtə də götürürəm burada. Hər hansı iki nöqtəsini birləşdirən parçaya çevrənin vətəri deyilir. Vətər. Məsələn, ürəyim istəyir, nöqtənin birini burada götürürəm, birini burada götürürəm və bunları birləşdirirəm. Bu olur çevrənin vətəri. Birini burada götürürəm, birini burada götürürəm. Bu da olur çevrənin vətəri. Çevrənin radiusunda olduğu kimi çevrənin vətərləri də sonsuz saydadır. Amma uşaqlar, elə olur ki, çevrənin üzərində götürülmüş hər hansı iki nöqtəni birləşdirərkən o parça gəlir düz keçir çevrənin mərkəzindən. Əgər bu hal olarsa, bu vətər, yəni gəlib mərkəzdən keçərkən mərkəzdən keçən vətər adlanacaq çevrənin diametri. Mərkəzdən keçən vətər çevrənin diametri. Bəzən buna, yəni diametrə ən böyük vətərdə deyilir. Ən böyük vətər bərabərdir diametrə. Və uşaqlar, diametr gördüyünüz kimi mərkəzdən keçdiyi və mərkəzlə çevrənin hər hansı nöqtəsini birləşdirən xəttə deyirdik radiusdur. Eyni qayda ilə buradan bu biri tərəfə də radiusdur. Radius, radius. Bu o deməkdir ki, o zaman diametr 2 dənə radiusa bərabərdir. Yəni, bir diametr 2 dənə radiusu əmələ gətirir. Daha doğrusu 2 dənə radius bir diametri əmələ gətirir. Bu oldu diametr. Bəs yaxşı, nədir çevrə qövsü? Çevrəmizi çəkdik, mərkəzini qeyd etdik. Çevrənin üzərində götürülmüş hər hansı iki nöqtənin arasında qalan hissəyə deyilir çevrə qövsü. Baxın uşaqlar, götürdüyümüz bu iki nöqtənin A, B adlandırılmasını etdikdən sonra mən nə edirəm? Bir A ilə B-nin arasını işarələyirəm, bir də digər tərəfdən onların arasını işarələyirəm. Baxın, fikir verin, burada bir balaca hissə alındı, bir də böyük hissə alındı. Balaca hissəyə deyəcəyik minor qövs, böyük hissəyə isə deyəcəyik major qövs. Balaca, minor qövs, böyük, major qövs. Adlandırarkən fərqləndirmək üçün bura bir dənə M hərfi yazıram, burada bir dənə N hərfi yazıram. Və bizim minor qövsümüz adlanacaq AMB şəklində, üzərində bir qövs işarəsi. AMB bu şəkildə də adlandırıla bilər. AMB qarşısında bir qövs işarəsi. Yaxud major qövsümüz adlandırılacaq ANB, yenə dediyim kimi üzərində qövs işarəsi və yaxud ANB qarşısında bir qövs işarəsi ilə adlandırıla bilər. Bunlar minor qövslər, bunlar isə major qövslərdir. Qeyd etdiyim kimi, yəni fərqləndirmək üçün sadəcə, məsəl üçün mən durub burada M və N hərflərini qeyd eləməyib, desəm ki, sadəcə AB qövsü, məsələn, qövs belə də adlandırıla bilər, AB qövsü. Amma AB qövsü adlandırsam, mən bilməyəcəm axı AB deyəndə bunun aşağıdan gələndə nəzərdə tutur, yoxsa yuxarıdan gələndə nəzərdə tutur. Ona görə hərflərlə bunları fərqləndirmək lazımdır. Çevrədə digər məlumatlarımız nə olacaq uşaqlar? Bax, fikir verin. Bizim çevrəmiz. Çevrənin hər hansı iki dənə vətərini qeyd edirəm. Baxın, AB vətəri adlandırdım bunu. Əgər bu vətərə bərabər hər hansı bir vətər qeyd eləsəm, məsəl üçün CD vətəri, yazıram ki, AB bərabərdir CD olarsa, uşaqlar, əgər iki vətər bir-birinə bərabər olarsa, o zaman o vətərlərin çevrənin mərkəzindən olan məsafələri bərabər olacaq. Yəni,
buradan bura qədər olan məsafə və buradan bura qədər olan məsafə eyni məsafədir. Bu ancaq vətərlər bir-birinə bərabər olarsa keçərlidir. Bəs bunun əksi doğrudurmu? Bəli, doğrudur. Mərkəzdən eyni uzaqlıqda yerləşən vətərlər bir-birinə bərabər olacaq. Daha sonra bunu başqa bir versiyada da demək olar. İki paralel vətərlər arasındakı qövslər də bir-birinə bərabər olacaq. İki paralel vətərlər arasındakı qövslər bərabər olacaq. Yəni, əgər AB ilə CD bir-birinə paraleldirsə, o zaman onların arasındakı qalan qövslər, bax, fikir verin, AC qövsü ilə BD qövsləri bir-birinə bərabər olacaq. Demək, növbəti qada danışaq. Növbəti nə gəlir? Demək, çevrə çəkirəm. Mərkəzimizi qeyd edirəm. Çevrənin hər hansı bir vətərini çəkirəm. Adlandırıram A, B vətəri. Çevrəmizin hər hansı bir vətərini çəkdik. Vətərə perpendikulyar bir diametr çəkiriksə, diqqət eləyin, baxın nə dedik? Vətərə perpendikulyar bir diametr çəkiriksə, bu zaman bu diametr vətəri uşaqlar iki bərabər parçaya ayıracaq. Ancaq perpendikulyar olduğu təqdirdə. Mən diametr ürəyim istəyir, belə çəkərəm, yaxud belə çəkərəm. Amma iminli perpendikulyar olduqda bu vətəri iki bərabər hissəyə ayırır. Bu həmçinin radius üçün də keçərlidir. Məsələn, diametrin bu ucunu silirəm. Əgər radius vətərə perpendikulyardırsa, o zaman vətəri iki bərabər hissəyə ayırır. Daha sonra bunu başqa cürdə demək olar. Mərkəzdən keçməyən vətər, daha doğrusu mərkəzdən keçməyən vətəri onun orta nöqtəsindən kəsən diametr həmin vətərə perpendikulyardır. Çevrədə növbəti bir anlayışa keçək. Uşaqlar, baxın, istənilən bir çevrənin götürüblər, uzunluğunu ölçüblər. Və bu uzunluğu bölüblər çevrənin diametrinə. Uzunluq da C hərfi ilə işarə olunur. Uzunluğu götürüblər, bölüblər çevrənin diametrinə və uzunluğu çevrənin diametrinə böldükləri zaman həmişə eyni bir ədədi alıblar. Bu ədəd də adlanır pi ədədi. Həmişə. İstənilən bir çevrə gördünüz, gedib uzunluğunu ölçsəz və onun diametrini ölçsəz və bunları bir-birinə bölsəz, görərsiniz ki, həmişə təqribən qiyməti 3,14-ə bərabər olan pi ədədini alırsınız. Məsələn, bəsit bir nümunə göstərim. Bir qazan qapağı. Gedirsiniz qazan qapağının çevrəsinin uzunluğunu ölçürsünüz. Daha sonra diametrini ölçürsünüz. Əgər iki aldığınız ədədi bir-birinə bölərsəz, təqribən 3,14-ə bərabər qiymət alacaqsınız. Bu isbat olunub. Biz burada C bölünsün deyə bərabərdir pi düsturundan C-nin çevrənin uzunluğu olduğunu bilirik. Və burada C-ni tapmaq üçün pi ilə D-ni çarpaz vurarsaq, pi D çevrənin uzunluq düsturunu almış olacağıq. Bu bizə çox vacib lazım olan bir düsturlardan biridir. Diametrimiz də qeyd etmişdik axı. Diametrimiz 2 dənə radiusa bərabərdir. Gördüyünüz kimi mərkəzdən bura qədər radius, mərkəzdən bura qədər digər radius. Yəni diametri 2 dənə radius əmələ gətirir. Diametrin yerinə mən durub 2 radius qoysam, olacaq, elə bilin ki, pi vurulsun 2r. Bu düsturda yazılır 2 pi r şəklində. Yəni bizim çevrəmizin uzunluğu diametr verildikdə pi d şəklində, radius verildikdə isə 2 pi r şəklində hesablanır. Bu oldu çevrənin uzunluq düsturları C hərfi ilə də işarə olunur. Daha sonra gəlirik növbəti anlayış. Çevrədə mərkəzi bucaq və daxilə çəkilmiş bucaq nə deməkdir? Çevrəmi çəkirəm. Çevrəmizin mərkəzini qeyd etdik. Uşaqlar, mərkəzi bucaq deyəndə təpəsi çevrənin mərkəzində olan bucaq nəzərdə tutulur. Gördüyünüz kimi belə bir bucaq çəkmişəm və bucağımızın təpəsi çevrənin tam mərkəzindədir. Yaxud da 2 dənə radiusun arasında qalan bucaq. Bu olur mərkəzi bucaq. Və uşaqlar, mərkəzi bucağın dərəcə ölçüsü, baxın bu söykəndiyi qövs var ha. Bu qövsün dərəcə ölçüsü neçə dərəcədirsə, mərkəzi bucağında dərəcə ölçüsü eynidir. Qövsün dərəcə ölçüsü alfadırsa, mərkəzi bucağında dərəcə ölçüsü olacaq alfa. Mərkəzi bucağın tərəflərinin, baxın bu tərəflə bu tərəfin arasında qalan bu sarı ilə işarə elədiyim qövsə deyirlər ki, mərkəzi bucağın söykəndiyi qövs və mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir.
İkisinin də dərəcə ölçüləri eynidir. Bəs yaxşı, daxilə çəkilmiş bucaq nədir? Eyni şəkildə bir çevrə çəkirəm. Çevrəmizin mərkəzini qeyd edirəm. Daxilə çəkilmiş bucaq uşaqlar, bucağın təpəsi əgər çevrənin üzərində yerləşirsə, baxın, fikir verin, bucağın təpəsi çevrənin gəldi üzərində, mərkəzində yerləşmədi ki, üzərində yerləşdi. Bu bucağa isə deyilir daxilə çəkilmiş bucaq. Və daxilə çəkilmiş bucağın da tərəflərinin arasında qalan qövs bu bucağın söykəndiyi qövsdür. Biz qeyd etdik ki, mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsü ilə eynidir. Amma daxilə çəkilmiş bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Yəni, bu qövsün dərəcə ölçüsü 2 alfadır ki, daxilə çəkilmiş bucağın da dərəcə ölçüsü alfa olsun. Qövs 2 alfa, bucağımız isə alfa. Yəni, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabər olacaq. Bu belə. Daha sonra uşaqlar, bu daxilə çəkilmiş bucaqlar haqqında nə deyə bilərik? Yenə çevrəmizi çəkirəm. Mərkəzimizi qeyd edirəm. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü dedik ki, söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Məsəl üçün, mən belə bir bucaq çəkmişəm. Daxilə çəkilmiş bucaq. Bu bucaq, biz bilirik ki, hansı qövsə söykəndi? Baxın, bu qövsə söykəndi. Və bu qövsə söykəndisə, deməli bu qövsün yarısına bərabərdir də bu bucaq. Bura 2 alfa yazsam, bura olacaq alfa. Mən eyni qövsə söykənən başqa bir bucaq da çəkə bilərəm. Bax, fikir verin, bu da eyni qövsə, bu bucaq da eyni qövsə söykənib. Deməli, bu da alfadır. Nə bilim, mən eyni şəkildə bu qövsə söykənən başqa bir bucaq da çəkə bilərəm. Gördüyünüz kimi ucları gəldi, eyni qövsə söykəndi. Deməli, bu da alfadır. Buradan belə bir nəticə çıxardırıq ki, artıq eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bir-birinə bərabərdir. Baxın, alfa, alfa, alfa. Hamısı eyni qövsə söykənib. Daha sonra belə bir məlumatı da öyrənmiş olduq. Növbəti keçək nəyə? Bunu daxilə çəkilmiş bucağın eyni vətərə söykənən daxilə çəkilmiş bucaq kimi də adlandırmaq olar. Məsələn, çevrəmizi çəkirəm. Çevrəmizdə bir vətər qeyd edirəm. Vətərin özü də bir qövsə söykənib baxı. Məsələn, bu vətərə söykənən daxilə çəkilmiş bucaq, bu bucaq, eyni vətərə söykənən başqa bir daxilə çəkilmiş bucaq. Eyni vətərə söykənən başqa bir daxilə çəkilmiş bucaq. Əsas odur ki, ucları həmin bu vətərin üstündədir. Hamısı eyni vətərə söykəndiyinə görə bu bucaqların hamısı eyni şəkildədir. Əslinə qalanda bundan öncəki şəkillə eynidir. Necə ki, qövsə söykənib, burada da deyirik ki, eyni vətərə söykənən daxilə çəkilmiş bucaqlar bir-birinə bərabərdir. Daha sonra uşaqlar, növbəti bir anlayışa keçək. Çevrəmizi çəkirik yenə də. Çevrəmizin diametrini çəkirik. Diametrə söykənən, daxilə çəkilən bucaq nə deməkdir? Bir dənə daxilə çəkilən bucaq çəkdik. Daxilə çəkilən bucaq olduğunu hardan bildik? Çevrənin daha doğrusu bucağın təpəsi çevrənin üzərindədir. Uşaqlar, baxın, bu diametrə söykəndiyinə görə tərəflər gəlib diametrə söykənib. Diametrə söykəndiyinə görə bu bucaq olur 90 dərəcə. Yadınızda saxlayırsınız ki, diametrə söykənən bütün daxilə çəkilmiş bucaqların dərəcə ölçüsü hamısı 90 dərəcədir. Nə formada çəkirsiniz çəkin, hamısı bunların 90 dərəcəyə bərabərdir. İstəyirsiniz belə formada çəkin. Əsas odur ki, ucları gəlib, yaxşı olmadı bu. Əsas odur ki, ucları gəlib diametrə söykənəcəksə, bu niyə alınmadı? Ucları gəlib diametrə söykənəcəksə, bunların hamısı 90 dərəcəyə bərabərdir. O da niyə 90 dərəcəyə bərabərdir? Baxın uşaqlar, bu qövsə söykənib də o bucaqların hamısı. Hamısı eyni bu qövsə söykənib. Və bu qövs yarım çevrədə axı, bütöv çevrənin tən yarısı. Çevrəmizin də bütöv dərəcə ölçüsü 360 dərəcədir. Onun yarısı isə 180 dərəcədir. Bizə demişdik axı, daxilə çəkilən bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Söykəndiyi qövs əgər 180 dərəcədirsə, o zaman bu bucaqların da hamısı 90 dərəcə olacaq. Yəni, buradan çıxır bu. Belə qeyri-adi bir məlumat deyil. Bu oldu belə. Daha sonra növbəti anlayışımız nə gəlsin? Çevrəyə toxunan nədir? Çevrəni kəsən nədir? Uşaqlar, çevrə çəkirəm.
Çevrəmizin mərkəzini həmişə olduğu kimi qeyd edirik. Çevrəyə toxunan nədir? Əgər düz xətlə çevrənin bir ortaq nöqtəsi varsa, düz xətlə çevrənin bir ortaq nöqtəsi. Baxın, fikir verin. Gəldi düz xət çevrəyə toxundu, keçdi. Bir dənə ortaq nöqtəsi varsa, buna deyilir çevrəyə toxunan. Yox, əgər çevrəni gəlir həmin xət kəsirsə, yəni bu zaman 2 dənə ortaq nöqtəsi varsa, buna deyilir çevrəni kəsən. Toxunanla kəsənin fərqi budur. Toxunanın çevrə ilə cəmi bir dənə ortaq nöqtəsi olur. Kəsənin isə çevrə ilə 2 dənə ortaq nöqtəsi olur. Uşaqlar, toxunanla bağlı belə bir tez-tez istifadə edəcəyimiz bir məlumatı da deyim. Çevrəmizi çəkirik. Çevrəmizin mərkəzini qeyd edirik və çevrəyə hər hansısa bir toxunan çəkirəm. Toxunan. Əgər toxunma nöqtəsində diametr çəkirəmsə toxunana, baxın, fikir verin, toxunma nöqtəsindən bir dənə diametr çəkdim. Bu diametr həmişə toxunana perpendikulyar olacaq. Bunu yadımızda saxlayırıq. Diametr, əgər toxunma nöqtəsi, mən ürəyim istəyən yerdən diametr çəkə bilərəm. Amma əgər iminli toxunma nöqtəsindən çəkirəmsə, o diametr toxunana perpendikulyar olacaq. Növbəti hissəyə keçid alaq. Deməli, çevrəmizi çəkirik bir daha. Çevrənin xaricində götürülmüş nöqtədən çevrəyə 2 toxunan çəkmək olar. Çəkək. Biri bu şəkildə. Yaxşı toxunmadı. Bircə saniyə. Eləyək ki, çevrəyə toxunsun. Aha. Biri bu şəkildə. Biri də bu şəkildə çevrəyə 2 dənə toxunan çəkmək olar. Və uşaqlar, bu toxundu. Təsəvvür eləyək ki, toxunub. Və yadınızda saxlayın ki, çevrənin xaricində götürülmüş nöqtədən çevrəyə çəkilən 2 toxunanın toxunma nöqtəsinə qədər olan məsafələri bir-birinə bərabərdir. Yəni, baxın, buradan bura qədər olan məsafə nə qədərdirsə, buradan bura qədər olan məsafə də eynidir. Həmişə. Yəni, bu məsafə ilə bu məsafə bərabər olacaq. Çevrənin xaricində götürülmüş nöqtədən çevrəyə 2 toxunan çəkmək olar və toxunma nöqtələrinə qədər olan məsafələr bir-birinə bərabər olacaq. Daha sonra yenə də bir çevrəmizi çəkirik. Növbəti bir qaydamızı öyrənirik çevrə haqqında. Çevrəmizin mərkəzini qeyd edirik. Çevrəyə bir dənə toxunan çəkirəm və çevrəyə çəkilən toxunanla toxunma nöqtəsində çəkilmiş vətər arasında qalan bucaq deyilən bir bucaq var. Baxın, toxunanla vətər arasında qalan bucaq. Toxunanla vətər arasında qalan bucaq onların söykəndikləri qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Söykəndikləri qövs də bu nöqtədən başlayır, ta vətərin son nöqtəsinə qədər olan hissəni nəzərdə tutur. Baxın, bu qövsün dərəcə ölçüsü neçə dərəcədirsə, o zaman buradakı bucağın da dərəcə ölçüsü o qövsün yarısına bərabərdir. Qövs 2 alfadırsa, buradakı bucağın dərəcə ölçüsü olacaq alfa. Növbəti bir qaydamız. Demək, çevrəmizi çəkirik. Çevrənin xaricində götürülmüş nöqtədən çevrəyə bir dənə toxunan və bir dənə də kəsən çəkilsə. Gördüyünüz kimi çevrənin xaricində götürülmüş nöqtədən bir dənə toxunan çəkdim, bir dənə də kəsən çəkdim. O zaman toxunma nöqtəsinə qədər olan işarələməmə aparım. B, çevrəmizin mərkəzi. Bura məsələn deyək bir dənə C, burada deyək bir dənə D. Uşaqlar, diqqətli olursunuz, burada hansı düstur keçərlidir? AB-nin kvadratı bərabərdir AC vurulsun AD-yə. Yəni, çevrənin xaricində götürülmüş nöqtədən toxunma nöqtəsinə qədər olan məsafənin kvadratı bərabərdir. Çevrənin xaricində götürülmüş nöqtədən kəsişmə nöqtəsinə, çevrə ilə kəsişmə nöqtəsinə qədər olan məsafə ilə bütöv məsafəyə, AD məsafəsinin hasilinə bərabərdir. Bu da çevrədə metrik münasibətlərdən biridir və tez-tez istifadə olunan qaydadır. Bu qaydanı biz bu şəkildə də öyrənə bilərik. Yenə dediyim kimi çevrəmizi çəkirik. Çevrəyə 2 dənə xaricində götürülmüş nöqtədən 2 dənə kəsən çəkirik. Biri beləsinə çəkdim, biri də beləsinə çəkdim. Fikir verin, eyni işarələmə aparıram. A-dır, bura B deyim, bura məsələn C deyim, bura D deyim, burada E deyim. Fikir verin, toxunanın kvadratı bərabər idi bu şəkildə. İndi hər ikisi kəsən olduğuna görə düsturumuz belə olacaq.
AB vurulsun AC bərabərdir AD vurulsun AY şəklində. Məsələn, burada bir tərəfdə ondan istifadə olunmuşdu, bir tərəfdə kvadrat idi çünki toxunan idi, amma burada iki tərəfdə də hasildən istifadə olunacaq. Bu da çevrədə başqa bir metrik münasibətdir. Daha sonra çevrədə kəsişən vətərlərin xassəsi var. Yenə bir çevrəmizi çəkirik. Mərkəzimizi qeyd edirik. Çevrənin hər hansı iki dənə vətərini çəkirəm. Biri belə bir vətər çəkdim, biri də belə bir vətər çəkdim. Hər hansı iki vətərini çəkirəm. Qeyd edirəm bunların adlarını. Bura olsun A, bura olsun B, bura C, burada D. Hər hansı iki vətər çəkmişik. Vətərlər müəyyən bir olsun O nöqtəsində kəsişirlər. Uşaqlar, iki kəsişən vətər çevrədə AO vurulsun OB bərabərdir CO vurulsun OD düsturunu əmələ gətirirlər. Baxın, vətərlərin ayrıldığı parçaların hasilləri bir-birinə bərabər olacaq. Bu da dediyim kimi tez-tez istifadə olunan qaydalardan biridir. Bunların hamısı çevrədə metrik münasibətlərdir. Birinci bu qayda, sonra bu qayda və daha sonra da bu qayda tez-tez istifadə olunur test tapşırıqlarında. Daha sonra nəyə baxa bilərik biz? Bucaqlarla bağlı olan düsturlar. Bucaqlarla bağlı olan ilk düsturumuz belədir. Çevrəmizi çəkdik. Çevrənin xaricində bir nöqtə götürmüşük və çevrəyə iki dənə kəsən çəkilib. Bir kəsənimiz, ikinci kəsənimiz. Və yenə qeyd edirəm. A, bura C deyirəm, bura D deyirəm, bura M deyək, burada N deyək. Qeyd elədik. Bura bir dənə M deyək, qövsləri ayıra bilək. Burada bir dənə N deyək ki, qövsləri fərqləndirə bilək. Uşaqlar, buradakı bucağı tapmaqdan ötürü DAN bucağını tapmaqdan ötürü bucaq DAN bərabərdir. Böyük qövsdən kiçik qövsü çıxıram. Baxın, kəsənlər arasında qalan böyük qövsdən kiçik qövsü çıxıram. DN qövsündən çıxıram CMM qövsünü bölürəm 2-yə. Yəni, buradakı bucaq tapmaq üçün həmişə böyük qövsdən kiçik qövsü çıxacam, böləcəm 2-yə. Bu düsturu biz belə də yaza bilərik. Deməli, bir çevrəmizi çəkdik, mərkəzimizi, yaxşı çəkmədik çevrəmizi. Çevrəmizi çəkdik, mərkəzimizi qeyd elədik. Çevrənin xaricində bir nöqtə götürürəm və çevrəyə bir toxunan çəkirəm, bir də kəsən çəkirəm. Arada yenə müəyyən bir bucaq qaldı. Bura qeyd edirəm A, bura qeyd edirəm B, bura C, bura isə qeyd edirəm D. Baxın uşaqlar, bu bucağı tapmaqdan ötürü yazıram bucaq B, A, D. Yenə də eyni şəkildə. Bura bir dənə heç adlandırmağıma ehtiyac yoxdur. Deməli, nə edirəm? B, D qövsündən çıxıram B, C qövsünü, bölürəm 2-yə. Baxın, buradan bura qədər olan qövsdən, buradan bura qədər olan qövsü çıxacam 2-yə böləcəm və buradakı bucağı tapmış olacam. Kəsən arasında qalan bucaqlar da eyni qayda ilə tapılır. Toxunan və kəsən arasında qalan bucaqlar da eyni qayda ilə tapılır. Daha sonra isə növbəti bir düsturumuz, çevrəmizi çəkirik, mərkəzimizi qeyd edirik. Çevrədə ixtiyari 2 dənə kəsişən vətər çəkirik. Bura olsun A, B, C, D. Kəsişən vətər. Bu kəsişən vətərlər arasındakı bucaq necə tapılır? Baxın uşaqlar, burada bir dənə Y nöqtəsi deyək, Y nöqtəsində kəsişiblər. Bucaq A, Y, D-ni tapmaqdan ötürü AD qövsü ilə CB qövsü toplanılıb 2-yə bölünür. 2 vətər arasında qalan bucağı tapanda həmin vətərlərin arasında qalan qövsləri toplayıb 2-yə böləndə aradakı bucağı tapmış oluruq. Bu da oldu çevrədə bucaqlarla bağlı olan düsturlar. Daha sonra uşaqlar, növbəti bir anlayış nədir? Çevrə qövsünün uzunluğu. Qeyd eləyək. Çevrə qövsünün uzunluğu. Çevrə qövsünün uzunluğu necə tapılır? Biz öncə məlumat vermişdik ki, çevrəmizin uzunluğu C bərabərdir 2pi R düsturu ilə tapılır. 2pi R hansı çevrənin uzunluğudur? Bütöv 360 dərəcəli çevrənin uzunluğu. 360 dərəcəli çevrəmizin uzunluğu tapılır 2pi R düsturu ilə. Mənə lazımdır qövsün uzunluğu, çevrə qövsünün. Çevrə qövsü nədir? Müəyyən dərəcəli bucaq götürürəm. Məsəl üçün, bu bizim çevrəmiz olsun, mərkəzimiz olsun. Üzərində 2 dənə nöqtə götürmüşəm.
Bu iki nöqtənin arasında qalan bu qövsün uzunluğunu tapmaq istəyirəm. Bu qövsündə müəyyən bir dərəcə ölçüsü var axı. Onun da dərəcə ölçüsü olsun alfa. Alfanın da dərəcə ölçüsü, alfa dərəcəli qövsün uzunluğu da yazıram x-dır. 360 dərəcəli çevrəmin uzunluğu 2 pi-dir. Alfa dərəcəli qövsümün uzunluğu x-dır. Buradan tənasüblə x-i tapası olsam, alfa ilə 2 pi-ri bir-birinə vurub bölməliyəm 360 dərəcəyə. Aha, buradan artıq mənim düsturum yaranır. 2 ilə 360 ixtisar gedir, qalır 180 dərəcə. Uşaqlar, el olur çevrə qövsü. Çevrə qövsünün uzunluğu tapılır 180-də pi r vurulsun alfa düsturu ilə. Yaxud da 360-da 2 pi r vurulsun alfa düsturu ilə yaza bilərəm. Bu oldu çevrə qövsünün uzunluğu. Çevrə qövsünün uzunluğu bucağın dərəcə ölçüsü yox, radianla ölçüsü verildiyi zaman, baxın alfa əgər radianla verilərsə, radian. Məsəl üçün alfa deyir ki 1 radiandır, 2 radiandır, 5 radiandır. Radianda 1 radian bərabərdir pi bölünsün 180 dərəcə ilə hesablanır. Əgər radianla verilərsə alfa, o zaman L bərabərdir alfa vurulsun R düsturundan istifadə olunacaq çevrə qövsünün uzunluğunu tapmaq üçün. Növbəti hissə dairə və onun sahəsidir. Dairə və onun sahəsi. Uşaqlar, dairə ilə çevrənin fərqi nədir? Çevrə içərisi boşdur. Dairə isə içərisi doludur. Məsələn, qazan qapağı təsəvvür edək. Qazan qapağının içərisi doludur. Deməli, o dairədir. Dairənin çevrəsi. Baxın, əgər mən bu dairəni çəkirəmsə, dairəmizi çəkirəm. Mən bunun içərisini doldururamsa, bu artıq olur. Yəni, içərisi dolu olduğuna görə bu olur bizim dairəmiz. Dairənin, baxın, fikir verin. Öncə mən nəyi çəkdim? Çevrəni çəkdim, ondan sonra içərisini doldurdum. Yəni, baxın, kənar xətti onun çevrəsidir. Çevrədə sahə anlayışı yoxdur. Çünki çevrənin içərisi dolu deyil. İçərisi bomboşdur. Onun sahəsindən danışa bilmərik axı. Amma dairədə sahə anlayışı var. Dairənin çünki içərinin ərazisi var. Dairənin ümumiyyətlə çevrəsinin uzunluğu da var. Çünki dairənin çevrəsi var. Dairənin sahəsi necə hesablanır? S bərabərdir pi vurulsun r-in kvadratı düsturu ilə. Mən durub burada r-in yerinə d böl 2 qoysam, olacaq düstur pi vurulsun d böl 2-nin kvadratı. Bu da kvadratı hesablasaq olacaq pi d kvadrat böl 4. Yəni uşaqlar, dairəmizin sahəsi pi r kvadratı və yaxud pi d kvadrat bölünsün 4 düsturu ilə hesablanacaq. Daha sonra dairənin müəyyən hissələri, segment və sektor. Nədir segment və sektor? Dairəmizi çəkirik. Təsəvvür edirik ki, bunun içərisi doludur. Sektor, uşaqlar, bir pizza dilimi təsəvvür edin. İki radiusun arasında qalan hissə. Baxın, iki radiusun arasında qalan hissə. Söhbət bu hissədən gedir. Baxın, bu hissə adlanır sektor. Sektorun sahəsi necə tapılır? Bütöv 360 sektorda müəyyən bir bucaqla təyin olunur bu arada. Bütöv sektorumuz 360 dərəcəli sektordur. Bütöv dairəmiz 360 dərəcəlidir. 360 dərəcəli dairəmizin sahəsi yuxarıda göstərdiyi ki, pi r kvadrat düsturu ilə tapılır. Bəs yaxşı, alfa dərəcəlinin sahəsi nə qədərdir? X. Buradan mən durub x-i tapası olsam, alfanı vuracam pi r-in kvadratına böləcəm 360 dərəcəyə. Aha, artıq tənasübdən istifadə edərək dairə sektorunun sahəsini almış oldum mən. Deməli, dairə sektorunun sahəsi yazıram S sektor. Dairə sektorunun sahəsi hesablanır 360-da pi r-in kvadratı vurulsun alfa düsturu ilə. Bu oldu dairə sektorunun sahəsi. Uşaqlar, dairə sektorunun sahəsi radianla verilərsə əgər alfa, radianla verildiyi zaman belə hesablanır. S sektor bərabərdir r-in kvadratı alfa bölünsün 2. R-in kvadratı vurulsun alfa bölünsün 2. Radianla verildiyi zaman. Amma yenə də deyirəm, radianı dərəcəyə çevirə bilərik. Yuxarıda düstur qeyd eləmişəm. Radianı pi bölü 180 dərəcə düsturundan istifadə edib dərəcəyə çevirə bilərik. Ondan sonra da ki, bu düsturu tətbiq eləyə bilərik. Deməli, bizim
Alfa radyana uyğun olan qövsümüzün uzunluğu yuxarıda dedik ki L bərabərdir. R vurulsun alfa ilə hesablanırdı. Sektorumuzun sahəsini də o zaman tapmaqdan ötürü sektor bərabərdir. L bölünsün 2 düsturundan istifadə edə bilərik. O da hardan əmələ gəldi? Mən durub buradakı alfanın yerinə, baxın fikir verin, burada mən alfanı tapası olsam L-i R-ə bölməliyəm, düzdürmü? Mən durub buradakı alfanın yerinə R-in kvadratı vurulsun. L böl R yazsam, L böl R böl 2. Bu yerlərin biri ixtisar gedir, qalır nə? RL böl 2. Deməli, RL böl 2 düsturu da doğrudur. Dairə sektorunun sahəsini tapmaq üçün RL böl 2 düsturu da doğru düsturlarımızdan biridir. Bu da belə getdi. Daha sonra uşaqlar, biz nə öyrənəcəyik? Müstəvi üzərində iki çevrənin qarşılıqlı vəziyyəti. Çevrələr müxtəlif formalarda ola bilər. Bir çevrəmiz çəkirəm belə, başqa bir ona toxunan çevrə çəkirəm. Baxın, fikir verin, necə çevrə çəkdim? Ona toxunan. Əgər iki çevrənin bir dənə ortaq nöqtəsi varsa, bu çevrələr bir-birlərinə toxunur. Çevrələrimizin mərkəzlərini qeyd etdikdən sonra bizə burada nə kimi bir anlayış lazımdır? Çevrənin mərkəzləri arasındakı məsafə. Bu olsun O1, bu olsun O2. Uşaqlar, O1, O2 məsafəsi, O1, O2 məsafəsi buradan bura qədər olan hissəni mən adlandırsam R1. Buradan bura qədər olan hissəni mən adlandırsam R2. R1 ilə R2-nin cəminə bərabər olacaq. O1, O2 məsafəsi. İki çevrənin arasındakı məsafə. Əgər çevrələr toxunarsa xaricdən. Həmişə çevrələr xaricdən toxunmur. Ola bilər ki, çevrə toxunsun daxildən. Necə? Baxın, bu şəkildə. Gəldi, çevrə bir-birinə daxildən toxundu. Biraz qəşəngcə toxunduraq. Daxildən toxundu çevrələr bir-birlərinə. Daxildən toxunduğu zaman mərkəzlər arasındakı məsafə necə tapılır? Bu çevrəmizin mərkəzini qeyd edirəm O1. Bu çevrəmizin mərkəzini də qeyd edirəm O2. O zaman mərkəzlər arasındakı məsafəni tapmaq üçün isə diqqətli oluruq. O1, O2-ni tapanda böyük çevrənin radiusundan R2 yazaq. Çıxırıq R1-i. Yaxud biz elə bunu modulda yazaq ki, bilək. R1-dən də R2-ni çıxsaq, yaxud R2-dən də R1-i çıxsaq, əsas odur böyükdən kiçiyi çıxıb müsbət tərəfi götürürük. Bir də ola bilər ki, uşaqlar, çevrələr heç ümumiyyətlə nə daxildən, nə də xaricdən bir-birlərinə toxunmurlar. Gördüyünüz kimi fərqli-fərqli, heç toxunmurlar ümumiyyətlə. Bu çevrəmin mərkəzi olsun O1, digər çevrəmin mərkəzi olsun O2. Əgər mən bu halda O1, O2 məsafəsini tapmaq istəsəm, bu radius R1, bu radius R2 qeyd edirəmsə, R1 məsafəsi ilə R2 məsafəsini toplamalıyam. Plus da arada qalan bu məsafəni də üzərinə gəlməliyəm. O zaman belə çıxır ki, O1, O2 məsafəsi böyük olur R1, R2 cəmindən. Gördüyünüz kimi R1 ilə R2-ni toplayıram, çatmır bu aradakı məsafəyə. Ortadakı hissəni də üzərinə gəlmək lazımdır. Bunlar oldu çevrələr xaricdən toxunduqda, daxildən toxunduqda və ümumiyyətlə çevrələr toxunmadıqda çevrələrin mərkəzləri arasındakı məsafələr. Əlavə bir neçə məlumat da var ki, uşaqlar, dedik ki, burada O1, O2 məsafəsi əgər radiusların cəmindən böyükdürsə, o zaman çevrələr ümumiyyətlə toxunmurlar. Bu nə deməkdir? Çevrənin ortaq nöqtəsi yoxdur. Amma elə bir hal ola bilər ki, O1, O2 məsafəsi kiçik olsun R1 ilə R2-nin fərqindən. O1, O2 məsafəsi R1 ilə R2-nin fərqindən kiçik olsun. Bu zaman iki çevrədən biri digərinin daxilində yerləşəcək. Hətta qeyd eləyək. İki çevrədən biri digərinin daxilində yerləşir. Bax, bu da hardan gəlir? Yuxarıya fikir versəz, daxildən toxunanda O1, O2 məsafəsini tapmaq üçün böyük çevrəmizin radiusundan kiçik çevrəmizin radiusuna çıxmalı olduq. Amma əgər həmin o məsafə bunların fərqindən kiçik olsa, bu o deməkdir ki, bir çevrə digər çevrənin daxilində yerləşir. Baxın bu şəkildə. Bir çevrə digər çevrənin daxilində yerləşdi. Nə daxildən toxundular, nə də ki, xaricdən toxundular. Sadəcə daxildə bir-birlərinin daxilində yerləşirlər. Daha sonra, uşaqlar, əgər R1 ilə R2-nin fərqi
O1 O2 məsafəsindən kiçikdirsə, R1 ilə R2-nin cəmi məsafədən böyükdürsə, bu zaman deyirik ki, çevrələr 2 nöqtədə kəsişir. Çevrələr 2 nöqtədə kəsişir. Nə deməkdir? Bir çevrəmiz, başqa bir çevrəmiz. Baxın, fikir verin. Nə oldu? Çevrələr 2 dənə nöqtədə kəsişdilər. O zaman O1, O2, yəni mərkəzlər arasındakı məsafə, bu iki çevrənin mərkəzləri arasındakı məsafə R1 ilə R2-nin fərqindən böyük. Buradan bura qədər bizim R1-imiz, buradan bura qədər də bizim R2-miz. R1 ilə R2-nin fərqindən böyük olur, cəmindən isə kiçik O olur. Bu oldu belə. Daha sonra növbəti bir anlayışımız. Nədir növbəti anlayışımız? Konsentrik çevrələr. Uşaqlar, nədir konsentrik çevrələr? Çevrələrin mərkəzləri arasındakı məsafə 0 olarsa, yəni baxın O1, O2 0-a bərabərdirsə, bu deməkdir ki, bu çevrələrin mərkəzləri üst-üstə düşür. Yəni ortadakı çevrənin, içəridəki balaca çevrənin də mərkəzi buradır, böyük çevrənin də mərkəzi buradır. O zaman mərkəzlər üst-üstə düşür deyə bu cür çevrələr adlanır konsentrik. Sentr mərkəz olduğuna görə bunların adları oradan götürür. Konsentrik çevrələr. Həmişə konsentrik çevrələr anlayışını gördüksə, bu deməkdir ki, çevrələrin mərkəzləri eynidir. Konsentrik çevrələrlə bağlı bəzi məsələlərimiz var. Məsələn, belə bir məsələ deyir. Deyir ki, konsentrik, yəni eyni mərkəzli iki çevrənin uzunluqlarının nisbəti 3/7-dir. Uzunluqlarının nisbəti 3/7 kimidir? Deyir ki, alınan halqanın qalınlığı alınan halqanın qalınlığı 12 sm olarsa, böyük çevrənin uzunluğunu tapın. Alınan halqanın qalınlığı deyəndə uşaqlar, baxın, bu iki çevrənin arasındakı məsafə nəzərdə tutulur. Və əgər çevrəmizin uzunluqlarının nisbəti 3/7 şəklindədirsə, o zaman belə çıxır ki, bizim balaca çevrəmizin radiusunu 3x olaraq götürürük. Böyük çevrəmizin radiusunu, hətta bunu balaca r ilə işarə eləyək ki, balaca çevrəmizin radiusu balaca r 3x ilə, böyük çevrəmizin radiusunu da 7x ilə işarə eləyirik, əgər uzunluqları 3/7 kimidirsə. Və təsəvvür eləyin ki, böyük çevrəmizin radiusu 7x-dir, balaca çevrəmizin radiusu isə 3x-dir. Arada qalan halqa nə qədər olacaq? 7x-dan çıxırıq 3x-i. Bu da bərabər olur, arada qalan halqanın qalınlığı 12-yə. 4x bərabər olur 12-yə, x də bərabər olur 3-ə. Deyir, böyük çevrənin uzunluğunu tapın. Böyük çevrəmizin də radiusu 7x şəklində idi axı. O zaman böyük çevrəmizin uzunluğu c bərabərdir 2pi. R düsturundan istifadə edərək olacaq 2pi vurulsun. R'imiz də 7 vur 3, 21 olacaq. Bu da olacaq 42 santimetr. Deməli, daha doğrusu pi'miz qaldı. Üzrlü sayın, pi'ni unutduq. 42 pi. Çünki pi'nin qiymətini yerinə qoymamışıq axı. 42 pi olacaq çevrəmizin uzunluğu. Baxın belə, bu da oldu konsentrik çevrələrlə bağlı olan bir məsələ nümunəsi. Belə bir məsələ nümunəsinə baxaq. Deməli, deyir ki, uzunluqları 48 cm və 40 cm olan iki paralel vətər çevrənin mərkəzindən müxtəlif tərəflərdə yerləşir. Deməli, çevrəmizi çəkirik, çevrəmizin mərkəzini qeyd edirik. Uzunluğu 48 və 40 cm olan iki paralel vətər mərkəzdən müxtəlif tərəflər. Mərkəz buradadırsa, biri bu tərəfdə yerləşəcək, biri burada. Vətərin uzunluğu nə qədər çoxdursa, mərkəzə bir o qədər yaxın olur. Yəni, bu olsun 48 cm-lik çevrəmizin vətəri. Bu da olsun biraz daha uzaqda 40 cm-lik vətərimiz. Bizə nə deyir? Vətərlər arasındakı məsafəni tapın. Və çevrənin radiusu da 25 cm-dir. Uşaqlar, bu tip məsələlər necə həll olunur? Bu tip məsələni həll etmək üçün mənə nə lazım olduğunu qeyd edirəm öncəliklə. Vətərlər arasındakı məsafə. Mərkəzdən bura qədər olan məsafə və mərkəzdən digər vətərə qədər olan məsafə. Bu iki məsafə, baxın,
Mənə lazım olan hissə buradan bura qədər olan məsafədir. Bunu tapmaq üçün çevrənin mərkəzi ilə birləşdirirəm vətərin uc nöqtəsini. Bura nə qədərdir? 25 santimetr. Niyə? Mənə deyir ki, çünki radiusumuz 25 santimetrdir. Və bizim vətənimizin uzunluğu nə qədər idi? 48 santimetrdir. Və dedik ki, perpendikulyardırsa, əgər məsələn bunu tamamlasaq, bizim diametrimiz olacaq da, ya da radiusumuz kimi düşünək. Vətərə perpendikulyarsa, o zaman onu 2 bərabər hissəyə bölür. O zaman belə çıxır ki, bu məsafə olur 24 santimetr. Və burada bir dənə bizim belə bu formada düzbucaqlı üçbucağımız yaranıb. Və bu düzbucaqlı üçbucaqdan istifadə eləyərək hipotenuzun kvadratından katetin kvadratını çıxaraq bu məsafəni tapa bilərik. Baxın, buradakı qeyd olunan məsafəni. Burada bir x yazaq. 25-in kvadratından 24-ün kvadratını çıxaraq biz x-in kvadratını tapırıq düzbucaqlı üçbucağı tətbiq eləyərək. 625, 576, x-in kvadratı. Bu da eləyəcək, deməli, 49. X də bərabər olacaq 7-yə. Bu məsafəmiz oldu 7. Digər tərəfdən də mərkəzi bu ucla da birləşdirəndə bu məsafə 40 cm. Bu da bərabər hissələrə bölünür. Deməli, bura 20. Bizim radiusumuz yenə bura 25 olur və yenə burada növbəti bir düzbucaqlı üçbucağımız əmələ gəlir. Və bu düzbucaqlı üçbucaq üçün də buranı bir dənə, bu məsafəni bir dənə y olaraq götürsək, yenə də 25-in kvadratından çıxacam 20-nin kvadratına bərabər eləyəcəm y-in kvadratına. 625 çıxılsın 400 bərabərdir y-in kvadratı. Buradan y-i tapacam 225, yəni 15. Y-imizi 15 tapdığımıza görə bizə nə lazımdır? Vətərlər arasındakı məsafə. Vətərlər arasındakı məsafə x ilə y-in cəmi olur. Yəni 7 ilə 15-in cəmi. Bu da bizə verir 22-ni. Yəni doğru cavabımız olur 22. Başqa bir nümunə suala baxaq. Uşaqlar nə deyir bizə? Diametri mn olan çevrənin xaricindəki K nöqtəsindən bu məsələ bu şəkil bu məsələni deyilir. Davam eləyək oxumağa. Deməli, diametri mn olan çevrənin xaricindəki K nöqtəsindən bu çevrəyə aralarındakı bucaq 60 dərəcə olan K'in və KC toxunanları çəkilib. Deməli, çevrəmizi çəkirik. Diametrimizi qeyd edirik mn. Diametrimiz mn. Çevrənin xaricindəki bir K nöqtəsi götürürəm. Deyir, K nöqtəsindən bu çevrəyə aralarındakı bucaq 60 dərəcə olan K'in və KC toxunanları. Baxın uşaqlar, KN toxunanı çəkmişəm. Eləyək, tam gəlsin, toxunsun. Bura olsun KN. Burada olsun KC toxunanı çəkilib. KN və KC toxunanları çəkilmişdir. Bizim də deməli diametrimiz mn. Diametrimiz də olsun mn. Mn bizim diametrimiz. Aralarındakı bucaq da 60 dərəcədir. Kn və KC toxunanları çəkilib K nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə. Baxın, K nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə deyəndə bu məsafəni nəzərdə tutur. Məsafə KO məsafəsi deməli burada oldu. KO məsafəsi 8 cm olarsa, SM vətərinin uzunluğunu soruşur bizdən. SM. Söhbət bu vətərdən gedir. SM vətərinin uzunluğu. Burada bir dənə x qeyd edirəm ki, tapa bilək buranı. Uşaqlar, bax fikir verin. Bu bucaq əgər 60 dərəcədirsə, o zaman belə çıxır ki, bərabər 2 hissəyə bölünür. Burada 30 dərəcədir, burada 30 dərəcədir. Və bu məsafə 8 cm-dir. Burada 90 dərəcə idi demişdik də. Əgər toxunma nöqtəsində toxunana diametr çəkilirsə, bu zaman bu diametr toxunana perpendikulyar olacaq. Və bizim də düzbucaqlı üçbucaqla bağlı belə bir qaydamız var idi. 30 dərəcəli bucağın qarşısına dayanan katet hipotenuzun yarısına bərabərdir. Hipotenuzumuz burada KO-dur. KO 8 cm olduğuna görə bu olur 4 cm. Eyni qayda ilə buradakı radiusumuz da 4 cm olacaq. Bu da bu bucağımızda 30 dərəcədir. Və bura ilə mən buranı birləşdirəsi olsam, bura olacaq 90 dərəcə. Bura 90 dərəcədir. Çünki yenə də dediyimiz kimi radius toxunma nöqtəsinə toxunana perpendikulyardır. Burada olacaq neçə dərəcə? 30 dərəcə buradırsa, burada olacaq 60 dərəcə. Bura 60 dərəcədir.
Bu biri bucağımız da 60 dərəcədir. Bax fikir verin uşaqlar. Bura 60 dərəcə, bura 60 dərəcəsə 180-i tamamlamaq üçün burada 60 dərəcə. Bizim O, C məsafəmiz də 4-dür. Niyə? Çünki bu da radiusdur. O zaman avtomatik bura 60 olanda, bu da bərabər yanlı üçbucaq olanda bu bucaqlar da 60 olur və nəhayət bu üçbucaq çevrilir olur bərabər tərəfli üçbucağa və ona görə də elə bizim x-imiz də olur 4. Çünki yan tərəflər 4-dürsə oturacağımız da 4-dür. Bu da belə. Çevrə və dairə mövzumuzun izahı.